İşğal dövründə Ağdam demək olar ki, urbisidə məruz qalmışdır. Yəni ki, şəhər tamamilə Ermənistan dövləti tərəfindən dağıdılmışdır. Bu, Ermənistan dövlətinin məqsədyönlü siyasəti idi. Bizə qarşı olan düşmənçiliyin bariz nümunəsi idi. Məqsəd də tam aydın idi. Birinci, talançılıq. Çünki bütün binaların daşları bir-bir sökülərək talan edilmişdir. Müxtəlif yerlərdə satılmışdır Ermənistan ərazisində. Digər tərəfdən, Ermənistan dövləti bu bölgələrdə Azərbaycan xalqının tarixi irsini tamamilə silmək istəyirdi. Üçüncü məqsəd isə bu şəhəri elə vəziyyətə salmaq ki, artıq burada yaşayış mümkün olmasın. Azərbaycanlılar heç vaxt buraya qayıtmaq haqqında düşünməsinlər. Ancaq səhv etdilər. Biz, xalqımız bütün bu əzablı illər ərzində bir amalla yaşamışıq ki, öz doğma dədə-baba torpaqlarımıza qayıdaq və qayıdandan sonra bu torpaqları, şəhər kətləri bərpa edək və Azərbaycan xalqı heç vaxt işğalla barışmamışdır. Əminəm ki, bütün xalqımız, o cümlədən keçmiş köçkünlər bilirdilər və inanırdılar ki, tarixi ədalət bərpa ediləcək.